9 yaşında evine götürdü. 9 yaşında onunla birlikte olduğu diyen bir təfəkkür, bir din. Selamun Aleyküm ve Rahmetullah Şeyh. Aleyküm selam ve rahmetullah. Şeyh biz eşitirik ki bazı hadis inkarçıları Ayşe radiyallahu anh'ın 9 yaşında Muhammed sallallahu aleyhi ve sellem'le evlenmesini insanlara şüphe olarak getirirler, kaldırırlar. Zahmet olmasa bu meseleyi bir aydınlık veririz. Elhamdülillah. Bilirsiniz kardeşler, birinci bunu hadis inkarçılar yok. Bunu esasen ateistler değil, İslam'ın düşmanları. İnsanları dindən çekindirmək üçün, peyğəmbərdən çekindirmək üçün, hədislərdən çekindirmək üçün, həm kafirlər cürbəcür növləri hərəsi bir cür istifadə edir, bir cür yanaşır. Baxırlar cəmiyyəti, ab-havasına, ona uyğun mövqe tuturlar. Ümumiyyətlə, bəli, necə Səhih Buxari, Müslimdə və başqa hədis kitablarında Ayşə radiyallahu anh'ın 9 yaşında Peyğəmbər sallallahu aleyhi ve sellem ərə gelməsi sabitdir. Birinci, burada heç bir şey yoxdur. Ne üçün? Biz danışırıq 14 əsr bundan qabaq olan müəyyən bir ərazidə urfdan, yəni adətdən. Qəribə nədir? Onlar biraz aldadıcı üsluba hilə yaratırlar. Onlar indiki zamanədə olan urfu, adəti, baxışları müqayisə edirlər 7-ci əsrlə, Xristiyan tarixinə. 7-ci əsrlə. Və gətirirlər, deyirlər, bu nədir, belə. Nəyin ki 9 yaş, o vaxtda məsələn adətlər var idi, nəyin ki bu məsələ. İndi qəribə gəlir. Hətta indi elə yer var ki, başqa yer qəribə gəlir o adət. Hətta indi. O ki qaldı Ayşə radiyallahu anh'a. Ayşə radiyallahu anh'a yetim deyildi. Şərəfli ailədən idi. Və Abu Bakrın qızı idi. Yəni o qızından bezməmişdi ki. Sadəcə onda adət idi. Belə eyb kimi baxmırdılar o vaxtı belə şeylərə. Bəli, indi məsələn deyirlər ki, sonuç bir 25-30 yaş hələ uşaqdır və s. Hansı ki, qadın nə qədər ərə gec getdi, tibbi cəhətdən o da təhlükədədir. Təhlükədədir. Məsələn, indi deyirlər ki, filan yaşdan. Yenə tibbi cəhətdən bu ziyan da olmaz. Təhlükədir. Həmçinin də cəmiyyətdə də təhlükə yaranan səbəblərdən biridir. Zinanın çoxalmağı və s. Mən hələ o məsələlərə qarışmıram. Biz birinci təyin eləməliyik, biz hansı əsrdən danışırıq? Hardan danışırıq? 21-ci əsrdə oturub 7-ci əsrdə olan hadisələri tənqid edir, adətləri. Cəmaatı anladır sadəcə. O, yəni cəmaata sadəcə özün belə göstərir, təqdim edirlər. Məqsəd Peyğəmbərdən sallallahu aleyhi ve sellem uzaqlaşdırmaq. Məqsəd Buxaridən uzaqlaşdırmaq. Məqsəd Qurandan uzaqlaşdırmaq. İnsanları azdırmaq. Çünki Peyğəmbəri götürsək, Quranı birbaşa, Peyğəmbər sallallahu aleyhi ve sellem Quranı bizə yaxşı başa salan, dəqiq başa salan kim ola bilər heç kəs? Bunlar nə edirlər? Bunlar deyirlər, yox, hədisləri gəl qoya. Onda nəticə nə olacaq? Bu necə bunun ağlı kəsir? Ağlı kəsir, başlayacaq o cür təqdim etməyə. Bu da səhvdir, böyük səhvdir, azdırmaqdır insanları. Çünki hədislərə şübhə eləyən, Quranı da şübhə eləyəcək sabah. Çünki hədisləri ki, nəql eləyənlər var idi, hələ onlar da Quranı nəql eləyiblər bizə. Ona görə qaydaq məsələyə, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem evlənməyi barədə. Yəni birinci, o vaxtki urfla bu eyb deyildi. Hətta Umar bin Xattab, Ümmü Kulsum Ali bin Əbi Talibin qızı balaca ikən oldu. O vaxt eyb deyildi. Və həmçinin məsələ daha da aydın olur. Mədinədə düşmənlər var idi. Münafiqlər çoxalmışdı Mədinədə. Yahudilər var idi. Xristianlar eşidirdilər. Və Peyğəmbər sallallahu aleyhi ve sellem həmişə eyb axtarırdılar. Yəni təsəvvür edin ki, bu məsələ heç kəs işlətmədi. Çünki cəmiyyətdə var idi orada o vaxtı. Aydındır, əgər eyb olsaydı, bunlar yox, ateistlər yox. O vaxtda da Əbu Cəhil deyərdi də bunu. Və ya başqa müşriklər, kafirlər. O vaxt deyərdi, o vaxt heç kəs demədi üstə. Çünki bu var idi və eyb deyildi cəmiyyətdə. Yəni nə şəri cəhətdən, nə ağlı cəhətdən, nə urfu cəhətdən, nə sağlamlıq cəhətdən heç bir şey yox idi. Ki, deyək ki, məyər olmaz. O vaxtı bu adəti. Ola bilər indiki urfa görə bizim yaşadığımız bizə qəribə gəlir. Biz məsələ eləmərik. O vaxt eləyir də, məsələn, uzağa nöş gedir, son məsələ 150-200 il bundan qıraq bizim nənələrimiz 20 yaşında gedilər, 25-18 yaşında yox. İmam Şafii deyir ki, 21 yaşında nənə gördüm. Yəni, o vaxtı nəinki İslam aləmində, hətta başqa dinlərdə də Britaniya kralları, Fransanın və s. başqa yerləri
Onlar da erkəni 12 yaşda, 13 yaşda evlənirdilər. Başqa adətlərdə, başqa millətlərdə. Bunlar sadəcə, qardaşlar, bunlar sadəcə hiləli eləyirlər. Burada elə təqdim etmək istəyirlər ki, belə şey yoxdur, bu nədir? Məqsəd nədir? Hədislərdən çəkib məndirmək üçün. Deyirlər, Buxarıda görə nə yazılıb? Çəkin o Buxarını oxumayaq. Özlə fikir versəniz, həmişə o məsələni gətirirlər. Bu hilədir. Onların şeytani hilələrindən. Çünki şeytandırlar. Ona görə burada heç bir eyb yoxdur. Eyb olsaydı birinci, şəriət namusu qoruyandır. Namusları qoruyur. İnsan ailələrinin namusunu qoruyur. Heç vaxt zid bir şey deməyir. Bunlar sadəcə özlərinin olan söhbətlərində məqsədləri var. Məqsədləri də budur ki, insanları hədislərdən çəkindirmək üçün. Elə təqdim edirlər ki, sanki bu dindəndir. Yox, dində deyil. Yəni o yaşda evlənmə dindəndir. Yox, demir ki, o yaşda evlən. Lakin din susub o barədə. O qaydır urfa. Ümumiyyətlə bu ailə qurma qaydır urfa. Yəni müəyyən bir yaş qoyulmayıb. Məsələn 12 yaşlı da evləndi. 13. Hətta indi də bizdə məsələn bəzi yerlərdə, məsələn bəzi ölkələrdə 13-14 yaşlı evləndə əgər qız uşaqdır məsələn iridir, artıq ana ola bilər, artıq tibbi cəhətdən də artıq ola bilər tərbiyə olub evdə. Ailədə olan, ailəyə baxa bilərsə yavaş-yavaş öyrənəcək, heç bir şey yoxdur. Bunu sadəcə elə təqdim edirlər. Təqdim edirlər. Onlar məsələn zinadan danışsaydılar daha yaxşı olardı. Barlardan, hər şeylərdən danışmaq lazımdır. Durub, işi gücü yoxdur deyir Peyğəmbər sallallahu aleyhi ve sellem. O vaxtı bu adi bir şeydir. Bəli, indiki urflan, ola bilsin düzgün gəlməsin, bəli. Amma o vaxtı sən 21-ci əsrdə oturub, 7-ci əsrdə olan bəzi adətləri tənqid edirsən. Hansı ki bir 100-150 il bundan qabaq sənin özünün yaşadığı yerdə 9 olmasa da 10, 11, 12 yaşları qızlar ələ gedir. Və 20 yaşda ümumiyyətlə artıq qarnı şeydə qalan görürdülər, hələ baxırdılar. Qabaq elə idi. İndi deyir 20 yaşda uşaq nələm. Aydın qardaşlar, yəni sadəcə cəmaata demək istəyirəm ki, diqqətli olun, hələ şeytanlara inanmayın. O kimdir çıxıb danışır o İslam barədə. Onun kimlə. Aydın qardaşlar, bu qədər. Sağ olasın.